KM kartel polisinin Qardabani şöbəsi 1975-ci il təvəllüdlü R.B.'ni ailə daxili zorakılıqla bağlı saxlayıbdır. İstintaq zamanı məlum olub ki, o həyat yoldaşı Sıqıya fiziki zor tətbiq edib və şəxsi görüntüləri yaymaqla hədələyibdir. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prima maddəsinin ikinci hissəsi üzrə araşdırılır və 3 ilədək həbs cəzası nəzərdə tutulur. Macarıstan polisinin Kabiliyyəti şöbəsi 1986-cı il təvəllüdlü Q.M.'ni və 1990-cı il təvəllüdlü Q.X-i saxlayıbdır. Onlar Rusiya vətəndaşı 2010-cu il təvəllüdlü B.S-ni əl çantasını zor tətbiq edərək ələ keçiriblər və bıçaqla xəsarət yetiriblər. Yaralı yeniyetmə xəstəxanaya yerləşdirilibdir. Hadisə üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prima və 179-cu maddələri üzrə aparılır. Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı Nazirliyinin məlumatına görə bu ilin yanvarından oktyabr ayınadək tullantıların idarə olunması qaydalarının 2233 pozuntusu müəyyən edilibdir. Pozuntuların böyük hissəsi 797 hal məişət tullantılarının ətraf mühitə atılması ilə bağlıdır. 316 hal tikinti materialları ilə çirklənmə, 264 hal isə tullantıların açıq sahələrdə yandırılması faktıdır. 212 fakt kanalizasiya və çirkab suların ətraf mühitə axıdılması ilə, 58 hal isə heyvan cəsədi tullantıları ilə çirklənmə ilə bağlı olubdur. Ən çox pozuntu KM karteldə 569 hal olmaqla qeydə alınıbdır. Ardınca Msxeti Mityaneti 375, Kaxeti 330, Acarsan 219, Tbilisi 289 hal ilə gəlir. Digər bölgələrdə də qayda pozuntuları aşkar edilib.